9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər ədədlərdən birinə uyğundur. Tərəzilərin vəziyyətlərini nəzərə alaraq fiqurların ifadə etdikləri ədədlərin qiymətinin artması ardıcıllığı ilə düzün. Fiqurlardan biri tərəzidə yoxdur. Demək ki, 1-dən 9-a qədər rəqəmlərdən də biri tərəzidə istifadə olunmayıb. Bu cür suallarda baxırıq, sol tərəf daha ağırdır. Həm burada, həm burada. Burada isə sağ tərəfi daha ağırdır. Onda biz ortaq bir işarələrə baxmalıyıq. Məsələn, sağ tərəfdə burada ürək var və burada da ürək istifadə olunubsa, ortaq qiymətlər olan ürəyə baxacağıq ki, ürək 2 dənə fiqurdan daha ağır imiş. Ürəyin yerinə biz burada 1, 2, 3 yaza bilmərik. Çünki 1, 2 heç nədən ağır deyil. 3-dəki 1 ilə 2-yə bərabərdir. Ondan daha ağır olmalıdır. Biz ürəyin yerinə 4 yazmalıyıq ki, 4 ilə 4-ün cəmi 8 eləsin. 8-dən ağır rəqəm, yəni bir fiqur bir rəqəmdir, 9 var. 4 nədən daha ağırdır? 1 ilə 2-nin cəmindən, yəni 3-dən. Bunların amma yerləri öz arasında dəyişə bilər. İstifadə etdiyimiz 1-in, 2-nin, 4-ün və 9-un üstündən xətt çəkə bilərik. Yerdə qalan, məsələn, gətirib biz bura 3 bucağın, daha doğrusu rombun yerinə 5 yaza bilmərəm. Yəni 1, 2, 4 də istifadə edə bilmərəm, müxtəlif olmalıdırsa. Mütləq 3 yazmalıyıq. Bura 3, 3 yazsaq, bu ortada gördüyümüz ulduz, buradakı ulduzla eyni olduğuna görə onun qiyməti ya 1 ya da 2-dir. Əgər biz 2 yazsaq, cəmi 8 eləyəcək. 8-dən ağır 9 var. 9-u istifadə etmişik. Ona görə biz bura 1 yazmalıyıq. Ulduzun yerinə 1 yazsaq əgər, cəm olacaq burada 7. 7-dən daha ağır 8 var və 8-i istifadə etməmişik. Demək ki, biz 3-ü istifadə etdik, 8-i də istifadə etdik. Əlimizdə qalır 5, 6, 7. Fiqurlardan biri tərəzidə yoxdursa, demək ki, hansısa bir rəqəmi istifadə etməyib. Ulduz 1-dirsə, biz də gətirib ulduzun yerinə 1 yazacağıq. Smalikin yerinə 7 yazsam, 7 plus 1, 8-dən ağır 9 istifadə etmişəm. 6 yazsam 1 plus 6 7 olacaq. 7-dən ağır 8-i də 9-u da istifadə etmişik. Ona görə biz bura 5 yazmalıyıq ki, 1 ilə 5-in cəmi 6 olsun. 6-dan daha ağır istifadə etmədiyim 7 qalsın. Demək ki, biz tərəzidə 6-nı istifadə etməmişik. Birinci gördüyümüz plusun qiyməti nədir? Tərəzidə yoxdursa, tərəzidə olmayan fiqur, yəni 6 imiş. Smalikin qiyməti 5-dir. Rombun qiyməti 3-dür. Ürəyin qiyməti isə 2-dir. Bunları yazandan sonra artma ardıcıllığı ilə düzəndə yanına kiloqram yazmağımız məsləhət görülür. Ən yüngül ağırlığı olan 2 kiloqram, yəni 4 nömrəlidir. Sonra 3 kiloqram olan 3 nömrəlidir. Sonra 5 kiloqram olan 2 nömrəlidir. Sonra 6 kiloqram olan 1 nömrəlidir. 4, 3, 2, 1 bizim doğru cavabımızdır.